Məlumat verdiyimiz kimi 13 iyun tarixində İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin baş qərargah rəisi və başqa yüksək rütbəli hərbi şəxslər həlak olub. Hücum İran daxilində ciddi siyasi və ictimai reaksiya doğurub. Rəsmi Tehranın verdiyi açıqlamaya əsasən ölkədə bir günlük matəm elan olunub. Hücumun dəqiq səbəbləri və məqsədi hələlik tam açıqlanmasa da, hadisənin baş verdiyi tarix və əməliyyatın detalları geniş müzakirələrə yol açıb. Niyə məhz 13 iyun bu əməliyyat lokal xarakter daşıyır, yoxsa geniş miqyaslı müharibənin başlanğıcıdır? Globalinfo azad danışan kliniki psixoloq ekstrasens Sirəddin Rızayevin sözlərinə görə nə vaxtsa İran-İsrail-Amerika savaşı baş verə bilər. Onun fikrincə İranla İsrail arasında hələ ki ara-sıra bu kimi gərginliklər baş verəcək. Savaş nə vaxtsa başlaya bilər, ancaq 2025-ci ildə yox. Ümumiyyətlə İran şərqin ən həssas və mürəkkəb nöqtələrindən biridir. Orada müharibə başlayarsa təkcə İran və İsrail yox, bütün dünya gərginlik yaşayacaq. Zirəddin bildirib ki, 13 iyun tarixinin seçilməsi təsadüfi deyil. Çünki bu musəvlərdə ən uğurlu rəqəm sayılır. 13 rəqəmi Yəhudi inancında yaradanın 13 mərhəmətini vurğulayır. Məhz bu səbəbdəndir ki, Kabala inancında 13 rəqəminin uğur gətirdiyinə inanılır. İsrailin səhər saatlarında İrana hücumları nəticəsində yaranan təhlükəli vəziyyət səbəbindən göyərtəsində Azərbaycanlıların olduğu təyyarə təcili İrəvana eniş etməli olub. Eyni səbəbdən göyərtəsində ermənilərin olduğu sərnişin təyyarəsinin də Bakıya endiyinə dair məlumat paylaşılıb. Ermənistan mediası iddia edir ki, gecədən bu yana ona yaxın təyyarə Bakıya təcili eniş edib. Onlardan biri də ermənilərin olduğu təyyarə olub. Həmin təyyarənin Bəyə uçuşu yarımçıq saxladığı bildirilir. Xəbərə görə Moskva, Minsk, Kazan və digər şəhərlərdən Dubaya uçan təyyarələrin bir qismi hücumdan sonra Azərbaycana məcburi eniş ediblər. Həmin reyslərin sərnişinləri arasında ermənilər də var. Rusiya Erməniləri İttifaqı həmin şəxslərin vəziyyəti ilə maraqlanmaq üçün Moskvaya müraciət edib.